Buradan da sızab bilər onun üstünə deyirəm. Yox. Mən demirəm, ben suvarqadan deyil, ümumiyyətlə deyirəm. Qardaş, sızma indi bir dənə belə bir şeydir. Adi sən özün vətəndaş, düzdür? Bugünkü gündə blokdan çıxan adam. Deyirəm kimi, hansı eləyəsən? Sumqayıtda partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə şəhərin 17-ci mikrorayonunda bina 53-ün məişət tullantıları yığılan şaxtasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğın qısa müddət ərzində söndürülüb. Nə oldu? Bu turba gözəl tökülür. Sakinlərin bildirdiyinə görə ərazidə qaz xəttində qaynaq işləri aparılıb və nəticədə yüksək temperatur yaranıb. Yüksək temperatur nəticəsində isə boruda sızma yaranıb və partlayış qeydə alınıb.